salam. Bugün Dövlət İmtahan Mərkəzinin informatika test toplusundan kompüterin aparat təminatının testlərini izahını verəcəm. Birinci sual monitörün növlərini müəyyən edin. Burada maye, kristal, elektron şüa borulu, 2-5 E variantı. İkinci sualda kompüterin məhsuldarlığına təsir edən əsas amillər prosesorun sürətidir. Operativ yaddaşın həcmindən 2-5 variantı. Üçüncü sualda informasiyanı uzun müddətli saxlamaq üçün nəzərdə tutulan yaddaş qurğularını müəyyən edin. Uzun müddətli deyirsə, bu xarici yaddaş qurğusundan söhbət gedir. Burada SSD-dir. Deməli, hard diskdir, bir də disketlər, yəni yumşaq disklər. E variantı. Deyir, mikroprosesorun əsas parametrini müəyyən edin. Bu takt tezliyidir, yəni hertz. Beşinci sualda informasiya daşıyıcılarını müəyyən edin. Burada audio kasetdir, flash yaddaşdır, bir də ki CD-ROMdur, yəni A variantı. Keş yaddaş nədir? Keş yaddaş prosesorun mikrosxemdə olub sürətli yaddaşdır. Keş yaddaş həmçinin prosesorla RAM arasında, bir də ki RAM-la xarici yaddaş arasında məlumat mübadiləsi aparır, yəni məlumatın sürətli işləməsini təmin edir. 7. Sistem lövhəsi üzərində yerləşməyən qurğuları müəyyən edin. Disket yumşaq diskdir, deməli plotderdir, çap qurğusudur. Bir də ki, deməli, sistem yerləşməyən qurğunu deyirsə, bir də ki, burada 4 hard disk, yəni 1, 3, 4 D variantıdır. 8-ci sualda klaviaturanı götürür. Klaviaturanın göstərilən düymələrdən hansı funksional düymədir? E variantıdır. Funksional düymə F1-dən F12-yə kimi olan düymələrdir. Digərləri isə xidməti klavişlərdir. Operativ yaddaş qurğusunu müəyyən edin. Burada RAM-dır. Hard disk, deməli, xarici yaddaş qurğusudur. SSD-dir, xarici yaddaşdır. Digər bu 2 dənə isə portlardır. 10-cu sual. Sistem lövhəsi üzərində olanları müəyyən edin. Deməli, burada mikroprosesordur, yəni PUC-dur. Operativ yaddaş RAM-dır. Bir də ki, burada genişləndirmə yuvarlardır. Yəni 1, 2, 5. Digərləri isə xarici yaddaş qurğulardır. 11-ci sualda hansı uzun müddətli yadda saxlama qurğusudur? Burada C variantıdır. Yəni xarici yaddaş qurğusudur. 12-ci sualda klaviatura nə üçündür? İnformasiyanı daxil etmək üçün. 13. Daxil etmə qurğusu deyil. Daxil etmə qurğusu deyilsə, bu da xarici yaddaşdan söhbət gedir. Bu plotderdir, çap qurğusudur, digəri klaviaturadır. Daxil etmə qurğusu, seçən qab, daxil etmə qurğusu, web kameradır, mikrofondur, bunları daxil etmə qurğusudur. Kompüter bu qurğularsız istifadə oluna bilər. Bəli, kompüter bu qurğularsız istifadə oluna bilər. Printerdir, CD yaddaşdır, plotderdir. 3, 4, 5 A variantı. Yəni, kompüter bunlarsız istifadə oluna bilər. 15-ci sual. Fərdi kompüterin növlərinə aid deyil. Burada super kompüterlər fərdi kompüterin növlərinə aid deyil. Digərlər isə fərdi kompüterin növlərinə aiddir. 16-cı. Deyir, verilmiş qurğulardan hansı masaüstü fərdi kompüterlərin standart qurğularına daxil deyil? Təbii ki, bu da skanerdir. Digər yerdə qalan 4-ü kompüterin təməl qurğularıdır. Vacib, yəni kompüterdə iştirak edən qurğulardır. 17-ci sualda isə burada deyir, aşağıda 5 müxtəlif kompüterə parametrlər verilmişdir. Parametrlərin müqayisə edin və ən güclü olan kompüteri müəyyən edin. Burada D variantıdır. Yəni, prosesorun gücü, biz digərlərinə baxanda görürük ki, D variantındakı prosesorun gücü 32 GB-dır, digərində 12, 16, 16, 8 GB-dır. 18-ci sualda deyir, notebook diaqnalı 21 düym olan monitora malikdir. Bu monitorun diaqnal ölçüsünü santimetrlə təxmini olaraq hesablayın. Burada biz 21 vuracağıq. Deməli, 2,54 santimetr. Bilirik ki, 1 düym 2,54 santimetrdir və biz bunları bir-birinə vuranda burada alınır
C variantı. 19-cu sual. Böyük həcmli təsvirlərin çap edilməsini həyata keçirən zaman printer əvəzinə hansı qurğudur? Təbii ki, bu plotter qurğusudur. 20-ci sual. Yalnız daxil etmə qurğularını müəyyən edin. Deməli, burada daxil etmə qurğusu C variantıdır. Klaviaturadır, kameradır, skanerdir. 21-ci sual. Xarici yaddaş qurğularını müəyyən edin. Burada A variantıdır. Maqnit lent, disket, CD. Disket həmçinin yumşaq disk deyilir. Digər variantlarda isə həm giriş qurğusu var, həm də xarici qurğular var. Bizim cavabımız A variantıdır. Prosesorun taxt tezliyinin ölçü vahidi hertzdir. Kompüterlə işləyərkən hansı qurğu cari anda aktiv proqramları özünü saxlayır? RAM, operativ yaddaş və yaxud da müvəqqəti yaddaş qurğusu. Bu prosesordur. Disketlər yumşaq disklərdir. Ölçüsü 1,44 MB-dir. Yəni bundan istifadə olunmur. SSD ən yeni xarici yaddaş qurğularındandır. USB də ki, müəyyən qurğuların qoşulması üçündür. Klaviaturanın xidməti klavişlərinə aid olanlar A variantıdır. Enter, Tab, Ctrl, Insert deyilir. Hansı xarici yaddaş qurğusu deyil? Burada E variantıdır. RAM, digərləri xarici yaddaş qurğusudur. 26-cı sualda deyir ki, tərkiblərdən hansı doğrudur? İnformasiya xarici yaddaş qurğularında saxlanılır. Bəli. Deməli, keş yaddaş informasiyanı daim olaraq yadda saxlar. Xeyr. Prosesor növbəti yalnız mürəkkəb yazım hesablaması nəzərdə tutulub. Xeyr. Hamısı üçün nəzərdə tutulub. Həmçində ki, indiki kompüterlərin prosesorunda 2 və daha çox nüvədən ibarətdir. Ən sürətli xarici yaddaş qurğusu sərt disk qurğusudur. Xeyr, keş yaddaşdır. Ekran üfüqə və şaqili istiqamətlərdə nöqtələrin sayı ekran çözünürlüyünü müəyyən edir. Bəli, cavabımız bizim D variantıdır. 27-ci sualda doğru mülahizələri müəyyən edin. Burada deməli SSD xarici yaddaş qurğusudur. Bəli. Skaner giriş qurğusudur. Printer lazer matris olmağa yəni 2 növ var. Xeyr, 3 növə lazerli, deməli şırnaqlı, bir də matrisli. Yəni bu səhvdir. 3 dənədir. Disket ən sürətli yaddaş qurğusu. Xeyr, disketdən istifadə olunmur. Mikrofon çıxış yox, giriş qurğusudur. Bizim cavabımız A variantıdır. Hansı fikir yanlışdır? 28-ci sualda kredit kartlarının arxasındakı olan kodlaşdırmanı maqnit skanerlər oxuyur. Bəli. İnformasiya yaddaş qurğularında emal olunaraq prosesorda saxlanılır. 28-ci sualda bizim cavabımız B variantıdır. 29-cu sual. Hansı fikir doğrudur? Deməli, lazer printerlər sürəti dəqiqə çap etdiyi səhifələrin sayı ilə ölçülür. İlk monitorlar elektron şüa borulu monitorlar idi. CD qurğular daha çox video tipli. Xeyr. Monitorlar görüntülər tamamilə rəng deyil. SMYK ilə deyil, əsasən RGB ilə monitorlar işləyir. Tamamlayıcı rənglər çapda istifadə olunur. Bu SMYK. RGB-dəki red, green, blue, yəni qırmızı, yaşıl və mavi rəng. 30-cu sualda deyir ki, kompüter məhsullarına təsir edən əsas amillər, deməli, prosesorun taxt tezliyidir, deməli, video sistemin məhsuldarlığıdır, bir də operativ yaddaşın həcmidir. Yəni, prosesorun taxt tezliyi hertz, video sistemin məhsuldarlığı bu yazılır. Yəni, video, monitor, video adaptorun birgə işləməsi, bir də operativ yaddaş, RAM-ın həcmi. Əsas məhsuldarlıq bunlardan asılıdır. 31-ci sualda deyir, giriş qurğuları, uyğunluğu məniminin giriş qurğuları, deməli, 1-ə B ilə E-dir. 1-ə B ilə E-dir. Yəni, klaviatura ilə web kamera girişdir. 2-ə A ilə C-dir.
Yəni çıxış qurğularına proyektorla deməli monitordur. Bir də ki, yaddaş qurucusa burada bizə qalır sərt disk. Yəni bizim cavabımız D variantıdır. 32. Sistem blokunun daxilində olan xarici yaddaş qurğularını müəyyən edin. 32-ci sualda deməli bizim cavabımız hard disklə bir də SSD-dir. Yəni D variantı. 33-də. Hansılar doğrudur? 33-cü sual deyir, hansılar doğrudur? Deməli, fərdi kompüter istifadə oluna bilər. Web kamerasız, bir də printersiz istifadə oluna bilər. Ancaq daxili yaddaşsız və prosesorsuz fərdi kompüterlər istifadə oluna bilməz. 34-cü sualda doğru təklifləri müəyyən edin. Burada skaner kağız üzərində olan informasiyanı kompüterə daxil edən qurğudur. Bəli. Monitor üfüqü və şaqıl nöqtəyə düşdü, onun diaqramına nəzər tuturuq. Xeyr, lazer printerin sürəti saniyədə deyil, dəqiqədə çap olunandır. Monitordakı piksellərin sayı nə qədər çoxdursa, görüntünün keyfiyyəti bir o qədər yüksək olacaq. Bəli. Bir də klaviatur delete klavişi kursorda sağdakı simvol içində. Bəli. Backspace solu, delete isə sağdakı simvolu silir. Bizim cavabımız C variantı. 35-də informasiyanı yalnız xaricdən qurğuları müəyyən edin. Burada deməli 1-i 3-dür, bir də 5-dir, yəni çıxış qurğuları D variantı. Sensor ekran həmçinin həm çıxış qurğusudur. 36-cı sualda deyir ki, fərdi kompüterin əsas tərkib hissələri hansı qurğular nəzərdə tutulur? 36-cı sualda deyirsə, deməli, əsas təməl qurğulardır. 1, 3, 4 və 5. C variantı nəzərdə tutulur. Yəni, əsasən kompüterin fərdi qurğuları, yəni təməl qurğuları, əsas vacib olan hissələr tutur. Digərləri isə periferiya qurğusu sonradan qoşulan qurğular. 37-ci sualda deyir ki, lazer printerlə çap sürəti 1 dəqiqədə çap edilə bilən səhifənin sayı ilə ölçülür. Çap sürəti 22 ppm olan printer 180 saniyə ərzində neçə səhifə çap edir? Burada bu çap sürətini 22 səhifə adlandırılır, 22 səhifədir və biz burada ilk olaraq 1 dəqiqəni 60 saniyəyə çeviririk. Yəni 1 dəqiqə 60 saniyədir. Printer 1 dəqiqədə 22 səhifə çap edirsə, biz burada 22-ni 60-a bölərək biz alacaq ki, təqribən 0,4-də belə bir şey alacaq və biz neyəcəyik? Bunu vuracaq 180-də və bizim cavabımız alınacaq 66. Yəni bizim cavabımız burada E variantıdır. 38-ci sualda görə bizə nə deyir? 38-ci sualda deməli 1A 2-yə C-dir, yəni 32 GB həcmi, yəni burada var da verir, həcm deməli 32 GB-dir və 2 TB sərt diski ilə tutulur. Burada sizə göstərəcəm. 2 TB. 39-cu sualda 39-da deyir ki, kursorun idarəetmə klavişləri, deməli idarəetmə klavişləri, deməli burada 1-ə D-dir. Xidməti klavişlər 2-yə A-dır. Funksional klaviş isə E-dir. 40-cı sualda. 40-cı sualda deyir ki, deməli 40-da kursorun idarəetmə klavişi deməli 1-ə D-dir yenə. Xidməti klaviş 2-yə A-dır. Funksional isə yenə E-dir. 41-ci sualda uyğunluğu müəyyən edin. Deməli, bu printerlər iynələr dəsti görüntünün rəngləyici lens üzərindən kağıza vurur. İynələr dəsti deyirsə bu, deməli, bu matrisi printerlərdir. Matrisi printerlər sürəti saniyədə çap etdiyi səhifələrin sayından asılıdır. Bu printerlər məlumatı kompüterin yaddaşına saxlamaq üçün elektron formaya çevirir. Xeyr, bu printerlər malların üzərində vurulmuş ştrix kod cizgilərini oturduğu ştrix kod skanerinə aiddir.
Bu printerlər toner vasitəsilə çap prosesini icra edir. Bu lazerli printerə aiddir. Bu printer çap prosesinin mürəkkəb, çox kiçik damcılarını kağıda çiləməklə aparır. Bu da şırnaqlı printerdir. Deməli, lazerli printer və şırnaqlı printerlərin sürəti dəqiqədə çap etdiyi səhifələrin sayından asılıdır. 42. Uyğunluğu müəyyən edin. Monitor, monitora aiddir deməli. B. Diaqnal ölçüsü, bir də çözümlülük monitora aiddir. Printerə aiddir. Matrisli şırnaqlı, yəni CE. Skanerə aiddir şırnaqlı, ştrik kodu, yəni A. Bundan skaner 3 yerə bölünür. Görüntü skaneri, ştrik kod skaneri, modern skaner.